Hörmətli xalqım, dəyərli dostlar, hər birinizi salamlayıram. Bildiyiniz kimi Azərbaycan Xalq Parlamentində ikinci əlavə seçkilərinin keçirilməsi, yəni namizədlərə səs vermə artıq bir neçə gündür ki, davam edir. Azərbaycan Xalq Parlamentinin namizədlərə səs vermə 27 aprel 2025-ci il Bakı vaxtı saat 20-yə qədər davam edəcəkdir. Odur ki, əziz dostlar, öz həyatınızda yaxşılığa doğru dəyişiklik görmək istəyirsinizsə və balalarımızın gələcəyi naminə Azərbaycan Xalq Parlamentinin seçkilərində iştirak edin, səs vermələrdə iştirak edin, səs verin namizədlərimizə. Bildiyiniz kimi Azərbaycanı milyonlarla insanlarımız tərk etmişdir. Bu günləri öz həyatından, yaşayışından, durumundan narazı olan yüz minlərlə insanlarımız Azərbaycanı tərk etməyə cəhd göstərirlər. Odur ki, əziz dostlar, Azərbaycan Xalq Parlamenti bizim ümid yerimizdir. Minlərlə Tərtər hadisələrində, Tovuz, Gəncə, Nardaran hadisələrində zərər çəkmişlərimiz, qazilərimiz, siz öz durumunuzdan, yaşayışınızdan razısınızmı? Belə olan halda həyatınıza, yaşayışınıza nəyə görə biganə qalmalısınız? Azərbaycan Xalq Parlamenti sizin yanınızdadır. Azərbaycan Xalq Parlamenti sizi dəstəkləyir. Ümumiyyətlə, Azərbaycan Xalq Parlamenti xalqımızın, millətimizin yanındadır. Odur ki, əziz dostlar, Azərbaycan Xalq Parlamentinin seçkilərində iştirak edin, səs vermələrdə iştirak edin. Yəqin ki, siz efirlərdə izləyirsiniz, Azərbaycan Xalq Parlamentinin millət vəkillərinin müzakirələrini, çıxışlarını. Onlar Azərbaycanda olan bugünkü problemləri səsləndirirlər. Onların çıxış yollarını axtarırlar. Onlar Azərbaycan Xalq Parlamentinə, Azərbaycan Xalq Parlamenti hakimiyyətə bir növ müraciət edir və bu çıxış yollarını onlara təklif edir. Bildiyiniz kimi Azərbaycan Xalq Parlamentində çıxarılan qərarlar bugünkü saxta təyin olunmuş Milli Məclisin deputatlarına örnəkdir, nümunədir, həm də bir mesajdır. Odur ki, əziz dostlar, yaşadığınız yerdən asılı olmayaraq 18 yaşına çatmış, özü və valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan və yaxud əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər seçkilərdə iştirak etmək hüququna malikdirlər. Əziz dostlar, hər hansı bir çətinliklə səs vermə zamanı çətinliklə rastlaşsanız, Azərbaycan Xalq Parlamentinin seçki komissiyasının telefon nömrələrinə zəng edə bilərsiniz. Əziz dostlar, bu çətin gündə bu durumdan çıxmaq üçün Azərbaycan Xalq Parlamenti sizin yanınızdadır və mən əminəm ki, siz də Azərbaycan Xalq Parlamentini dəstəkləyirsiniz və onların namizədlərinə böyük ümid bəsləyirsiniz. Buna görə də hər birinizə təşəkkür edirəm, sizə uğurlar arzulayıram.